Salam, hər vaxtınız xeyir. Kanalıma, yeni vloquma xoş gəlmisiniz. Necəsiz? Mən soruşsaz, şükürlər olsun, mən yaxşıyam. Siz də yaxşı olasınız həmişə inşallah. Nə iş görürsünüz, nə edirsiniz? Günləriniz necə keçir? Mən səhər durmuşam, çay içdim. Dedim sizin üçün çay içə-içə bir vloq başladım. Görək bugün hansı çəkilişləri edə biləcəm sizin üçün. İnşallah ki, vlogun yəni arxası da gələr. Fikrimdə tutmuşam ki, çantalarımda biraz axtarış aparacağım. Yəni nə mənada? Bir sırğam var, neçə vaxtı onu tapa bilmirəm. Bilmirəm nə etmişəm, hara qoymuşam. Fikirləşirəm ki, hansısa çantamda ola bilər. Bəlkə də hansısa çantamdadır. Sözün düzü çantalarım çoxdur. İndi bu əldə olanları çıxartdım. Çünki vaxtım çatmadı. Əslində yuxarı şkafda, dolabda bəzi yenə çantalarım var. Onları çıxartmağa vaxt çatdıra bilmədim. Son vaxtlar hansı çantaları işlətmişdimsə, götürmüşdümsə, yəni bu son aylarda yazdan bu tərəfə, qışdan bu tərəfə elə onları çıxartdım. Bir neçə iri çantam da var. Fikrimcə orada olmaz. Əsasən bunları, bu kiçik çantaları, yəni götürmüşəm tez-tez. Ona görə onları çıxartdım. Dedim içlərini yoxlayım, görüm o sırğam necə olub. Amma təəssüflər olsun ki, gördüyünüz kimi axtarışdayam. İçindən bəzi nəm salfetkalar, nə bilim, quru salfetkalar, qəpiklər, bəzi belə xırda şeylər çıxdı, amma sırğanı tapa bilmədim. Sırğa da yəni qızıl deyil, bijuteriyadır, amma çox gözəl bijuteriyadır. Sevimli sırğalarımdan idi. Bilmirəm hara qoymuşam, yəni tapa bilmirəm. Ara-ara belə yadıma düşdükcə axtarıram. Yəni çantalara da baxdım, tapmadım. Təəssüflər olsun. Belə yəni. Bu arada onu da deyim ki, mən çox xoşlayıram çantaları, cürbəcür çantalarım olsun, çox sevirəm. Düzdür, axır illər azaltmışam, daha çox çanta almıram. Çünki o qədər çantalarım qalırdı, yəni onları götürmürdüm, işlətmirdim və verirdim bir başqalarına. Ona görə indi yenə də əslində var ki, hansı ki onları artıq işlətməyəcəm. Yəni yaxşı haldadır. Görüm onları da yenə bağışlayacağım. Siz necə xanımlar, siz çanta sevirsiniz, xoşlayırsınız, cürbəcür çantalarınız olsun. Belə mən axır vaxtlar artıq azaltmışam, çünki qalır, həm modeli gedir, həm yəni götürmürəm. Əslində modeli gedir deyəndə ki, çanta çantadır mənim üçün. Rahatdırsa, yaxşıdırsa, yaxşı vəziyyətdədirsə götürmək olar. Elə də moda dalıca qaçan bir insan deyiləm. Bəyənirəmsə o çantanı illərlə də götürə bilərəm. Bir də görürsünüz ki, alıram, biraz götürəndən sonra, işlədəndən sonra istəmirəm. Yəni belə də olur. Sizdə necə? Siz necə çanta sevirsiniz? Yoxsa elə bir-iki çantanız oldu, bəs eləyir? Rəylərdə fikirlərinizi gözləyirəm. Rəylərdə öz fikirlərinizi məndən bölüşün. Görüm siz çanta sevirsiniz, yoxsa elə də çantalara həvəsiniz yoxdur. Mən elə xanımlar tanıyıram ki, onlar ümumiyyətlə çanta götürməyi sevmir. Yəni belə xanımlar da var.
Gördüğünüz kimi artıq işə başlamışam. Paltarım var idi. Onları yuyuldu, sərdim. Axır vaxtlar barmağım, qolum, bu axır bir həftəni tez-tez yandırıram. Qolum yandı, yəni yüngülvari. Barmaqlarım yandı, nə bilim, nəyə əlimi vururamsa düşür, dağılır, bilmirəm mənə nə olub. Axır bir həftəni çox qəribə bir hallar yaşayıram. İndi gördüyünüz kimi çay qutusunu açanda təsəvvür edin, çay qutusunun qapağı belə barmağımı, kardon qutudur da, barmağımı kəsdi. Mən çəkilişi dayandırdım, yəni sizə onu göstərmədim. Yəni axır vaxtlar, bu axır vaxtlar deyəndə ki, son bir həftəni belə bir vəziyyət yaşayıram. Bilmirəm nə məsələdir. Xırda-xırda zədələr alıram. Allah böyük zədələrdən qorusun. İnşallah yaxşı olar. Ət doğradım, ət almışdıq, əti doğradım, təmizlədim. İndi müəyyən hissəsini çəkəcəm. Dedim görüm nə hazırlayaram. Bir də ki, bu dəfəki vlogumu istəyirəm ki, musiqisiz hazırlayım. Yəni, danışmadığım yerlərdə musiqi verirdim ki, siz darıxmayasınız, yəni maraqlı olsun. Amma fikirləşirəm ki, elə insan var ki, bu musiqini sevmir. Bilmirəm, yaxşı təsir göstərmir deyəsən musiqi o insanlara. Bu dəfə onlara görə musiqisiz hazırlayacağım bu vlogu. Belə fikirləşdim. Mənə rəylərdə yazarsınız. Musiqi olsun danışmadığım yerlərdə, yoxsa elə belə yaxşıdır. Yəni sizin üçün belə daha yaxşıdır, musiqisiz yaxşıdır. Bunu rəylərdə gözləyirəm. Mütləq mənimlə paylaşın, yəni fikirlərinizi. Fikirlər müxtəlif ola bilər, hamının fikri üst-üstə düşməyə bilər. Mən istəyirəm ki, sizin fikirlərinizə baxın, bir qərar verim ki, musiqili olsun, ya yəni danışmadığım yerlər musiqisiz olsun. Mən də vloqlara baxıram, elə vloq çəkənlər var ki, görürsünüz ki, dayanmadan danışırlar. Və bu izləyicilərin xoşuna gəlmir. Çoxsu yazır ki, mən yəni çox yoruldum sizin danışığınızdan. Yəni bu qədər danışmaq yaxşı deyil. Yəni həddindən artıq çox danışırsınız. Bilmirəm, yəni hər kəsin öz fikri var, kiminə necə xoşdur. Amma müxtəlif bu fikirləri bir yerə cəmləyib, hamının fikrini də etmək olmur axı. Biri çox danışan istəmir, biri xoşlayır, deyir, danışsan yaxşıdır. Yəni bunu necə edə bilərsən ki, və yaxud biri musiqi ilə xoşlayır, biri musiqisiz xoşlayır. Bunu necə etmək olar ki, hamıya xoş olsun. Ona görə də mən belə bir qərar aldım ki, danışmadığım yerlərə ki, musiqi verirdim ki, siz darıxmayasınız, maraqlı olsun. İndi yəni sizdən soruşuram. Görün, yəni rəylərdə nə yazacaqsınız, nə deyəcəksiniz. Belə qalsın, yəni bu vlogu bu cür hazırlayıram ki, yəni danışmadığım yerlərə musiqi qoymuram. Görək sizdən hansı rəylər gəlir, sizə necə xoş olacaq, nə deyəcəksiniz, fikirlərinizi gözləyirəm mütləq, fikirlərinizi yazın. Və mən də baxım ki, yenə də musiqi yerləşdirim vloqa, yoxsa elə belə yaxşıdır. Dayanmadan danışmaq da ki, yəni nəsə olmalıdır ki, danışmalısan da. Yəni boş sözləri danışmağın da nə mənası var? Hansısa bir maraqlı söhbət olmalıdır, bir mövzu olmalıdır və yaxud çəkdiyin vlog haqqında, orada çəkiliş etdiyin işlər haqqında danışırsan və bitir. Bilmirəm, mənim üçün belədir. Yəni uzun uzadı, görürsünüz ki, bir mövzu ətrafında həddindən artıq çox
danışmaq mənə elə gəlir ki, insanları yorur. Bilmirəm, mən belə fikirləşirəm. Yenə də deyirəm, fikirlər müxtəlifdir. Sizin fikirlərinizi gözləyirəm. Yəni rəylərdə fikirlərinizi deyərsiniz. Bu arada mən də əti yəni yudum, suyu süzülməyə qoydum ki, çəkəcəm onu. Birazını da bir hissəsini də götürdüm ki, tez bir yemək hazırlayayım. Çünki vaxtım yoxdur. O əti çəkim, sonra ondan nəsə eləyim. Əti çəkib, paketləyib soyuducuya qoyacağım. Buzluğa qoyacağım. Biraz hissəsini də götürdüm. Biraz buğlama kimi bir yemək hazırlayayım. Amma biraz sulu edəcəm. Yəni suyunu biraz artıq edəcəm. Hardasa həm soğuza oxşuyur. Yəni belə də hərəsindən biraz. Belə tez, yəni hazır olan bir yemək. Hamısını bir yerə yığ, rahat qoy peçin üstünə, qazın üstünə pişsin. Rahat olsun da, çünki başqa işlərim də var. İşlərimi görməliyəm. Ona görə belə tez hazırlanan bir yemək etdim. Bu yeməyi də bizdə sevirlər. Yəni ki, yeyilir. Bu yeməyi xoşlayırlar. Ona görə də rahatlıqla bu yeməyi hazırlayıram. Bilirəm ki, hamı rahatlıqla, sevə-sevə yeyəcək. Əsas odur ki, ailə yeməyi rahatlıqla, sevə-sevə yesin. Çünki bəyənmədikləri yemək olanda biri xoşlayır, biri xoşlamır, onda qalırsan, yəni ki, rahat olmur adam üçün. Fikirləşirsən ki, yəni xoşlamayan üçün yenə nəsə pişirmək lazımdır. Amma elə yeməklər var ki, elə bir yeməklə hamı, yəni ki, bu yeməyi sevir, bir yeməklə ailəni yola verirsən həmin günü. Yəni bu çox gözəldir. Sizdə necədir? Siz də belə yemək hazırlayanda ailəniz üçün fikirləşirsiniz ki, elə bir yemək pişirim ki, hamı yeyə bilsin. Məndə belədir. Mən yəni düşünürəm ki, elə bir şey eləyim ki, elə bir şey hazırlayım ki, ailəm üçün hamı bu yeməkdən yəni yeyə bilsin, bəyəndikləri yemək olsun. Düzdür, elə olur ki, yəni necə ola bilər ki, hamını razı sala biləsən, bu olmur. Elə olur ki, yəni elə yemək hazırlayıram ki, ikisi bəyənir, biri bəyənmir, üçü bəyənir, biri bəyənmir və yaxud yəni əksinə. Ona görə də həmin günü 2 cür, 3 cür hətta yemək hazırlamalı oluram. Amma neynəmək olar? Hamını razı salmaq lazımdır. Biz də ailəmiz üçün çalışırıq, istəyirik ki, ailəmiz razı qalsın, bişirdiyimiz yeməkləri sevə-sevə yesinlər. Çünki bişirdiyimiz yeməkləri sevə-sevə yeməyəndə bizim qanımız qaralır. Yəni biz qadınların heç xoşuna gəlmir bu. Ona görə də çalışıram ki, bişirdiyim yeməklər hamının ürəyican olsun.
Gördüğünüz kimi yemeğim hazır oldu. Şimdi biz yemeğimizi yiyeceğiz. Süfrə hazırlayacağım. Bize nuş olsun. Yeni bir gündəyik, səhəri gündür, durmuşam, bəzi işlərimi gördüm. İndi də bugünün yeməyini hazırlayıram. Ət çəkmişdim. Dedim biraz kotlet hazırlayayım. Çünki kotlet bizim ailənin, hamının sevimli yeməyidir. Bu yemək bizdə çox sevilir. İnanın hər gün bişirsəm, hər gün yeyərlər. Yəni ki, o dərəcədə sevirlər bu yeməyi. İndi kotletlərimi hazırlayıram. Yanına qarnir olaraq kartof etməyəcəm bu dəfə. Qarnir olaraq badımcan qızardacağam, biber qızardacağam, bir də pomidor qızardacağam. Tərəvəzlər. Yəni yanına tərəvəzlərdən ibarət qarnir hazırlayacağam. Belə. Başlayaq kotletlərimizi qızartmağa. Sizdə necə kotlet sevirsiniz? Yəni ailəniz kotlet sevir. Tez-tez hazırlayırsınız bu yeməyi. Yəni bizdə bu çox sevildiyinə görə mən bu yeməyi tez-tez hazırlayıram. Hər ət alınanda bu kotlet bizdə bişməlidir. Toyuq ətindən də kotlet hazırlayıram. O da çox xoşlarına gəlir, çox sevilir. Çoxdandır sözün düzü toyuq ətindən kotlet hazırlamıram. Elə fikrimdə tutmuşam ki, görün bu yaxınlarda sizin üçün də çəkərəm. Toyuq ətindən də kotlet hazırlayaram. Yəni bizdə o da çox sevilir. Çox gözəldir, dadlıdır. Yəni onun da bir başqa dadı var. Belə, yəni kotletin bu hər iki növü, həm ətlə olan, həm toyuq əti ilə olan hər ikisi bizdə çox sevilir. Bir də mən kotletin ətinə kək otu, sonra ət otu, belə bir diş sarımsaq, yəni bunları da əlavə edirəm. Duz yox, yəni soğan, biraz ısladılmış çörək, bir də kartof süzgəcdən keçirdirəm. Çox yaraşır kartof, yəni əlbəttə ki, miqdarında da əti üstələməmək şərti ilə bunları yəni əlavə edirəm. Amma bizdə yəni evladımın biri bu kək otu, ət otu bunları qətiyyən sevmir kotletdə. Kotleti belə sadə sevir. İndi sadə hazırladım. Çünki qalan hamımız yeyirik elə olanda, yəni o ət otu, kək otu əlavə ediləndə. Amma bir evladım bunu xoşlamır qətiyyən. Deyir ki, kotletin dadını pozur, nəsə ona elə gəlir də. Yəni bu ağız dadı ilə əlaqəli olan bir şeydir, zövqlə olan bir şeydir. Xoş gəlmədiyi üçün ona görə də bu dəfə əlavə etmədim. Artıq axır vaxtlar bu otları əlavə etmirəm ətə, kotletin ətinə. Çünki istəyirəm ki, hamı rahatlıqla yesin. Ona görə etmirəm bunu. Belə, indi kotletin ətinə əlavə etdiyim, yəni sadə soğandır, baş soğandır, ısladılmış biraz çörəkdir və sürtkəcdən keçirdiyim biraz kartofdur. Duzu istiyordu öz yerində. Yəni belə, sadə halda, yəni hamının bişirdiyi, yəni klasik formada da, belə deyək, klasik üsulda. Belə kotletlərimi bişirdim, götürdüm. İndi badımcanları qızardıram. Biber də qızardacağım. Çəkilişə biber düşməyib, pomidor da düşməmişdi. Yəni axırda pomidorları
qızardıb götürdükdə çəkilişə düşüb. Mənə elə gəlib mən onu çəkmişəm, amma demək ki çəkməmişəmmiş. Eyb yoxdur. Yəni belə. İnanın hər tərəf qazın içi, peçin içi bütün yağ idi. Yağ sıçramışdı hər yerə. Bax bu qızartmanın da belə işindən heç xoşum gəlmir. Pomidorlar da görürsüz sözümə baxmır, sürüşürlər, onları götürə bilmirəm. Yəni belə bu qızartmadan sonra həmişə mən mətbəxi başdan aşağı təmizləyirəm. Burada da sizə süfrəmdə baxın belə bir sarı ləkə var, onu göstərirəm. Təsəvvür edin, bu sarı ləkə mənim başıma hansı bir oyunu gətirdi. Bu da nədən yarandı? Demək gül var idi. Güldan da bilirsiniz ki ad günümdə bir buket gül alınmışdı mənim üçün. Mən onları ayırdım, güldanlara yerləşdirdim. Bir gül var idi orada. O gülün adını sözün düzü bilmirəm. Sizə göstərmişdim də ki necə gözəl bu güllər, keçən bloklardan yadınızdadırsa, necə gözəl açılır bu güllər. Həmin güllər, onların içində toxumlar var idi. Turuncu rəng, yəni narıncı rəng. Bu güllər başladı quruduqca mən jurnalın üstünə qoymuşdum güldanın birini. Yarpaqları, ləçəkləri töküldü, düşürdü stolun üstünə. Mən onları yığırdım. Demək içərisindəki olan həmin toxumlar da tökülürdü. Mən də süfrənin üstündən o sarı, yəni toxumları götürmək istədim. Dəsmal götürdüm, sildim. Bütün ora oldu sarı, o plyonkanın üstü oldu sarı rəngdə. Elə bir sarı kök tökmüsən plyonkanın üstünə. Əllərim də bütün sarı rəngi oldu və getməyən bir rəngdir. Siz təsəvvür edin, mən o rəngi o plyonkanın üstündən çıxardana qədər necə əziyyət çəkdim. Çox belə mərtəl qalmışdım. Mən sildikcə o yayılırdı və o sarı rəng daha da oturdu plyonka süfrənin üstünə. Təsəvvür edin, yuyucu tozlarla, bir çox şeylə sınadım, gördüm yox, keçmir. Axırda fikirləşdim ki, mən bunu nə ilə buradan çıxarda bilərəm, çünki yaxşı görünmür, bir hissə ilə sarı rəngdə, yəni ləkə kimi görünür. Axır fikirləşdim, acı ilə təmizləyim, bəlkə aparar acı. Ağlıma bu gəldi. Plyonka süfrəni çıxartdım jurnalın üstündən. Yəni onu acı ilə başladım təmizləməyə. Ancaq inanın güclə acını o ləkəni oradan aparıb. Çox qəribədir. Gülün toxumunun belə bir rəngi olmağı, bu rəngin getməməyi o qədər mənə belə qəribə gəldi. Bu arada gördüyünüz kimi qablarımı yudum. Mətbəx bütün peç yağın içindədir. Belə qızartma hazırlayanda, pişirəndə inanın elə bilirəm ki artıq mətbəxin hamısı yağ içindədir. Mənə elə gəlir. Başlayıram hər yeri təmizləməyə. İndi elə belə də oldu. Girişdim işə. Peçi, yəni qabları yudum. Başladım peçi təmizləməyə. Peç çox pis vəziyyətdə idi. Hər yerə yağ sıçramışdı. Bu yeməyi də hazırlayanda bax belə əlavə işlər yaranır. Peç üçün falqalar var, satılır bilirsiniz. Bir neçə dəfə alıb işlətmişəm, amma nəsə o mənə xoş gəlmir. Bilmirəm niyə. Peçin üstündə elə bilirəm ki, peçin bütün yəni görüntüsünü məhv edir. Sevmirəm nəsə o falqa olanda, amma məncə onu qızartma, yəni nəsə bişirəndə onu peçin üzərinə sərmək olar. Yəni ancaq o an sərmək olar ki, yəni peç bu vəziyyətə qalmasın. Məncə elə etmək olar, amma həmişə peçin üstündə o falqanın qalmağını, yəni xoş görüntü deyil, heç sevmirəm onu. Gördüyünüz kimi hər yeri yudum, təmizlədim, yığışdırdım, hətta toz soğanladım. Mətbəxi sildim,
Çünki ürəyimdə qaldı ki, elə bildim elə hər yer yağ içindədir. Belə bir yemək hazırlayanda bax belə vəziyyətə düşürəm. Hər yeri gərək təmizləyim. Bu mənim nəsə adətimdir. Çünki elə bilirəm ki, hər yerə yağ sıçrayıb. Rahat olmuram. Bilmirəm sizdə necədir? Siz də beləsiz. Artıq vlogu burada bitirirəm. Vlogun sonuna gəlib çatmışıq. Sizinlə sağollaşıram. İnşallah ki, yeni vloglarda görüşərik. Videom xoşunuza gəldisə, bəyənməyi unutmayın. Yeni qoşulanlar da abunə olmağı və vlogumu, videomu bəyənməyi unutmasınlar. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın. Hələlik.